Quba, Göyçay, Bərdə, Masallı və Zaqatala. Artıq bu bölgələrdə olan kontakt mağazaları təkcə məktəblilərin sevimli cihazlarının satıldığı yer yox, artıq onların dərs otağına çevrilir. Sosial məsuliyyət layihəsi çərçivəsində regionlarda məktəblilərin notebook, internet, printer kimi ehtiyaclarını nəzərə alan şirkət onlar üçün mağaza daxilində sözün əsl mənasında dərs otağı yaradıb. Bu cuşa xüsusi olaraq məktəblilərin evdən kənarda ev tapşırıqlarını tam təchizatla həyata keçirməsi üçün nəzərdə tutulub. Hətta brend bununla bağlı bacısı üçün internet klubda çap etdiyi dərs qeydlərini itirməsi ilə başlayan və sonda özünü kontaktda tapan məktəblinin emosional hekayəsini canlandıran, bununla da regionlarda məktəblilər üçün lazım olan təməl texnoloji cihazlara ehtiyac problemini qabardan sosial çarxını da təqdim eləyib. Bizdə yerin var sloqanı ilə çağırış eləyən brendin əsas məqsədi sadaladığım bölgələrdə məktəblilərin dəstəkçisinə çevrilmək və mağazalarında yaratdığı şəraitlə onların təməl texnoloji problemlərini həll etməkdir. Əslində elə videoda olduğu kimi təhsil və ona gedən yol həmişə asan olmur. Əsas məsələ bu yolda maneələri aşmaq və əngəlləri qaldırmaqdır. Ucqar kənd məktəblərimizdən hər il çox sayda məktəblimizin yüksək bal toplaması bax buna ən gözəl nümunədir. Görürsən, düşündüyün qədər uzaq deyilmiş. Kontakt olaraq ucqar bölgələrdəki məktəblər üçün müasir imkanları əlçatan etdik. 5 region mağazamızda indi sənin də tam şəraitli dərs otağın var. Gəl, ev tapşırığını burada elə. Təhsilin üçün yanındayıq, yaxındayıq.